Bura qədər. Artıq hər şey bitdi. Bir vaxtlar mən də sənin kimi burada dayanıb hər şeyi bitirmişdim. Başa düşmədim. Sən yaşayırsan axı. Yaşayıram çünki utandım. Nədən utandım? Nədən yox, kimdən? Doğulan gün yetim qalan uşaqlardan. Çarəsiz xəstəliklə mübarizə aparanlardan. Seçimi olmadan həyata atılanlardan. Müharibədə hər şeyini itirənlərdən. Sonra anladım ki, hər işığı yanan evdə xoşbəxtlik çırağbanı oldu. Bu şəhərdə hər evin arxasında bir savaş var. O savaşı verənlərdən utandım. Nə bilirsən? Bəlkə mən də sənin o sadaladığın insanlardan biriyəm. Bəlkə də sənin mübarizəndən də utanmışam. Görürsən, fərqində olmadan belə sadəcə yaşamağınla bir insan həyatını xilas eləmsən. İndi mübarizəni dayandırmaq biraz narsistlik olar. Bugünə qədər heç bir zülmət dünyanın ağışında saxlamayıb. O günəş sabah yenə doğacaq və həyat heç nə olmamış kimi davam edəcək. İnsanlar yaşamaq üçün səbəbi uzaqlarda axtarırlar. Amma bəzən halbuki səbəb sadəcə bir mesaj, bir foto ya da bir zəngdir. O səbəbi uzaqlarda axtarılır.